Çaylarda sululuq artıb, daşqın və sel təhlükəsi var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin bir çox ərazilərində intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda sululuq artıb. Böyük Qafqaz, Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çaylarda 17-28 sm artım qeydə alınıb. Sabaha, yəni aprelin 15-nə gözlənilən hava proqnozuna gəlincə, Bakıda və Abşeron yarımadasında aramsız leysan xarakterli intensiv yağış yağacaq, günün birinci yarısınadək güclü olacaq, bəzi əraziləri su basa bilər, diqqətli olun. 10-12 dərəcə isti qeydə alınacaq. Rayonlarda da leysan xarakterli yağıntı davam edəcək, dolu düşəcək. Dağlıq rayonlarda isə qar yağacaq, 9-14, dağlarda 0-3 dərəcə şaxta proqnoz edilir. Bakıda və Abşeron yarımadasında aprelin 17-si gündüzədək şimal-qərb küləyi saniyədə 23-28 metr, bəzi yerlərdə isə hətta saniyədə 30-35 metr təşkil edə bilər. Aprelin 17-si səhər saatlarında artıq yağıntılar tədricən kəsiləcək.